Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Sizlərci. Bugün sizlərə duzlar bölməsindəki 181-dən sona qədər olan sualları izah edəcəm inşallah. Vaxt itirmədən 181-ci sualdan başlayaq. Bizə reaksiyaları verib və reaksiyalara daxil olan maddələri də verib. Reaksiyaları gəlin bir-bir yazaq. İlk öncə 1-dən başlayaq. 1 mol H2SO4 üzərinə gəlirik. 1 mol MiSOH2. MiSOH2. Reaksiya nəticəsində alınır MiSO4 üzərinə gəlinsin H2O 2 mol. MiSO4 alınır çünki 2 hidrogenimiz və 2 OH-ımız var. Reaksiya nəticəsində normal duz alınır. Keçirik ikinci reaksiyaya. MiSOH2 üzərinə gəlinsin. Misi burada biraz səhv yazıldı. MiSOH2 üzərinə gəlinsin H2SO4. Bizə deyir ki, 2 mol MiSOH2 reaksiyaya daxil olur. 1 mol da H2SO4. 2 mol MiSOH2-də 4 mol OH var. 4 dənə OH var. H2SO4-də isə 2 dənə hidrogen var və OH-ların sayı hidrogenlərin sayından çoxdursa, əsasi duz əmələ gələcək. Uşaqlar, normal duz da əmələ gələ bilər. Bu zaman MiSOH2 yəni artıq qalar. Amma reaksiya əgər artıq qalan maddədən bizdə danışmayıb, ona görə də MiSOH2 ilə H2SO4 reaksiyaya daxil olanda əsasi duz əmələ gələcək. MiSOH 2 dəfə SO4. Bir də su çıxacaq əlbəttə. Keçirik üçüncüyə. Üçüncü reaksiyaya. H3PO4 üzərinə gəlinsin kalsium OH2. Uşaqlar, diqqətlə baxın. 3 dənə hidrogenimiz, 2 dənə də OH-ımız var. Bu zamansa hidrogenin sayı OH-ların sayından çox olduğu üçün turş duz əmələ gələcək. Kalsium hidro-PO4. 2 dənə hidrogen gedəcək, 1 hidrogeni qalacaq. Hidro-PO4 özü 2 valentlidir, kalsium da 2 valentlidir. Üzərinə gəlinsin su alınacaq. 2 mol OH reaksiya daxil olduğu üçün 2 mol su, yuxarıda da həmçinin 2 mol hidrogen reaksiya daxil olduğu üçün 2 mol su alınır. İndi bizə deyir ki, reaksiyadan alınan duzun molekullarındakı atomların sayını müəyyən edin. Buradan birinci reaksiyadan MiSO4 alınıb, atomlarının sayı molekulda 6 dənədir. İkincisində atomların sayı 1, 2, 3, 3 dəfə 2, 6, 11 dənədir. Üçüncü reaksiyadan alınan duzda isə atomların sayı 7 dənədir. İndi baxaq indi hansı variant düzdür? Cavab elə A variantı. 182-ci sual. Hansı qablarda əsasi duz alınır? Gəlin bir-bir 300 ml, məsələn 0,2 molyar barium OH2 məhlulunda barium OH-ın miqdarını müəyyən eləyək. 300 ml 0,2 molyar. Uşaqlar, 0,2 molyar nə deməkdir? Yəni 1000 ml məhlulda 0,2 mol barium OH2 vardır. Barium OH2. 0,2 molyar bu deməkdir ki, 1000 ml məhlulda 0,2 mol barium OH2 vardır. Yaxşı, bəs 300 ml məhlulda nə qədər barium OH2 olacaq? Tutaq ki, x mol barium OH2 olacaq. X də bərabərdir. Sıfırlar ixtisar gedir. 0,6 mol. Eynisini digərləri üçün də eləyək, digər qablar üçün də 300 ml 0,2 mol barium OH2, 300 ml 0,2 mol barium OH2. Deməli, yuxarıdakı qabların hər üçündə 0,6 mol barium OH2 var. Bunu müəyyən elədik. İndi aşağıya baxaq. Birinci qabdan elə başlayaq aşağıda. 100 ml 0,3 molyar o deməkdir. 100 ml-də tutaq ki, Y mol maddə var, H-xlor var. 1000 ml-də isə 0,3 mol H-xlor var. İxtisar aparaq, sıfırlar getdi. Y də bərabərdir 0,03 mol. Yəni 0,03 mol H-xlor var. Keçdi ikinci. İndi birinci qabda bir hesablamamızı aparaq. Bizə 0,06 mol barium OH2 var. Barium OH2 bizə hansı reaksiyalar gedir onu göstərir. Barium OH2 üzərinə gəlinsin 0,3 mol. 0,03 deyirəm uşaqlar. Yəni yazdığımı oxuyuram. Əslində 0,3 kimi oxunur. 0,3 mol H-xlor reaksiyaya daxil olur. Uşaqlar, 0,6 mol barium OH2-də nə qədər OH var? 0,12 mol OH var. 0,3 mol H-xlorda nə qədər hidrogen var? 0,3 mol elə hidrogen var. OH-ların sayı hidrogenin sayından çox olduğu üçün birinci qabda əsasi duz alınacaq. Əsasi duz. Bunun qarşısına yazıram. Əsasi duz birinci qabda alındı. İndi ikinci qaba keçirik. İkinci qabda deyir ki bizə, ikinci qab 200 ml 0,3 molyar H-xlor var. 200 ml H-xlor tutaq ki Z moldur. 200 ml məhlulda, 1000 ml məhlulda
0,3 mol H-klor var. İndi Z də buradan bərabərdir. Dəqiqə. Z də buradan bərabərdir. Min ixtisarlarımızı aparaq. 5. Z də bərabərdir 0,6 mol. Deməli 0,6 mol yenə H-klor var. 0,6 mol H-klor bayaq hesablamışdıq. 300 ml 0,2 mol yarda nə qədər OH var? 300 ml 0,2 mol yarda 0,12 mol OH var idi. 0,6 mol H-klorda isə 0,6 mol hidrogen var. OH-ların sayı yenə hidrogenin sayından çox olduğu üçün ikinci qabda da əsasi duz yaranacaq. 1, 2 olan variant cavab B variantıdır. Üçüncü qabda niyə yaranmaz? İndi onu hesablayaq. 3 də 400 ml 1 mol yar. 400 ml, 1000 ml məhlulda 1 mol H-klor var. 400 ml məhlulda isə A mol H-klor olacaq. 400 ml ixtisar aparaq. Burada ixtisarlarımızı aparaq. A da bərabərdir 0,4 mol. Biz bayaq tapdıq ki, deməli 300 ml 0,2 mol yar məhlulda 0,12 mol OH var. 0,4 mol H-klorda da elə 0,4 mol hidrogen var. Hidrogenin sayı OH-ların sayından çox olduğu üçün 3-cü qabda əsasi duz yox, turş duz yaranacaq. Keçdik 183-cü suala. Reaksiyaya daxil olan maddələr xrom OH3, yəni xrom 3 hidroksid və H bromdur. Alınan duzun molyar kütləsi duzun 1 molunda olan atomların sayı. Uşaqlar, gəlin 182-ci sualı yazılı olaraq həll edin. Reaksiyaya daxil olan maddələr. Gəlin reaksiyaya salaq da. Xrom OH3 üzərinə gəlinsin H brom. Turşu üzərinə gəlsin əsas. Reaksiya nəticəsində alınacaq xrom brom 3 üzərinə gəlinsin H2O. H2O-da neçə mol? 3 mol H2O, 3 mol hidrogen, brom. Reaksiya tənliyini əmsallaşdırdıq. Xrom OH3-də 3 dənə hidroksid qrupu olduğu üçün 3 cür duz əmələ gətirir. İlk yazdığımız tənlikdə normal duz əmələ gətirildi. İndi ikinci yanlı bir hidroksidi əvəz eləyək. Xrom OH3 üzərinə gəlinsin H brom. Tutaq ki 2 mol H brom gəlirəm. Reaksiya nəticəsində alınır xrom OH brom 2 üzərinə gəlinsin 2 mol H2O. İndi yenə həmin bu hidroksid turşu ilə reaksiyaya salaq. Xrom OH3 üzərinə gəlinsin 1 mol H brom. Reaksiya nəticəsində alınacaq xrom OH2 brom 2-dir bu. Brom üzərinə gəlinsin 1 mol su. Uşaqlar, gəlin indi şərtimizi oxuyaq. Deyir ki, molyar kütlələri bizə verib M1, M2, M3. M3, M2, M1 olarsa, yəni ən böyük molyar kütlə M3 olarsa, doğru münasibətləri müəyyən edin. Uşaqlar, bizim aldığımız 3 dənə duz almışıq. Ən böyük molyar kütləli duz hansıdır? Əlbəttə ki, xrom brom 3-dür. Xrom brom 3 bromiddir. Niyə? Ən böyük kütlələri 3-dür. Niyə xrom brom 3? Uşaqlar, bromun ayrı nə qədərdir? 80. O bir bromu çıxardırıq, yerinə OH əlavə edirik. OH-ın emeri nə qədərdir? 17. Deməli, xrom 3 bromid ən böyük molyar kütləyə sahib olan duzdur. Daha sonra gəlir xrom hidroksibromid. O da olur molyar M2. Daha sonra gəlir M1 xrom dihidroksibromid. Deməli, molyar kütlələri müəyyən edib düzdük. Uyğun olaraq deyir ki, H bromun mol miqdarı A1, A2, A3-dür. Onda A3, A2, A1 şəklində A'ları da müəyyən elədi. Duzun 1 molunda olan atomların sayı. Gəlin indi A'ları müqayisə eləyək. Ən böyüyü A3-dür, daha sonra A2, daha sonra A1. B variantı onda yanlış olur. D, Y variantları yanlış. Cavab ya A'da ya C. İndi atomların sayını müəyyən eləyək. S1-də, yəni M1-də xrom dihidroksibromiddə olan atomların sayı nə qədərdir? 2, 4, 6 dənə. 6 atom var. İndi keçirik xrom hidroksibromidə. Xrom hidroksibromiddə atomların sayı 5 dənədir. Daha sonra xrom 3 bromiddə də atomların sayı 4 dənədir. İndi atomların sayına uyğun olaraq düzək. S1 böyükdür S2 böyükdür S3. Cavab da A variantı. Deməli, biz hansı duzlar aldıq? 3 dənə duz. Xrom 3 bromid, xrom 3 hidroksodibromid, xrom 3 dihidroksibromid. 3 duz aldıq və onları bir-birlərlə uyğun olaraq müqayisə elədik. 184-cü sual. Duzların nisbi molekul kütlələrinin azalma sırası olarsa,
A, B və C-ni müəyyən edin. 184-cü sualı həll edəndə uşaqlar ilk olaraq diqqət etdiyimiz məqam nə olmalıdır? Reaksiyadan sonra alınan duzlar. Gəlin bir-bir reaksiyadan hansı duzlar alına bilər, onları müəyyən edək. 184-cü sual. İlk olaraq maqnezium OH2-nin üzərinə H2SO4 ilə təsir edib normal duz alaq. Maqnezium SO4 üzərinə gəlinsin H2O. 1 mol, deməli neçə mol maqnezium OH, 2 mol H2O alındı, SO4'lər bərabərləşdi, OH-lar bərabərləşdi. Normal duzumuzu aldıq. İndi keçirik digər maqnezium OH2-dən alınan turş duza. Maqnezium OH2 üzərinə gəlinsin H2SO4 turş duzu almalıyıq. Maqnezium hidro-SO4 və su çıxdı. 2 var uşaqlar, qarışdırmayaq. Maqnezium hidro-SO4 bir də su çıxdı. Reaksiya tənliyini əmsallaşdıraq. 2 hidrogen, oksigenlərin sayını bərabərləşdirdik, doğrudur. İndi keçirik əsasi duzda ala bilərik. Çünki 2 dənə hidroksidimiz var. 2 dənə OH-ımız var. Maqnezium OH2 üzərinə gəlinsin H2SO4. Bu zamanda indi 3-cü duz olaraq əsasi duz alıram. Maqnezium OH bir valentli olduğu üçün 2 yazıram. SO4 üzərinə gəlinsin su. İndi bu tənliyi də əmsallaşdıraq. Maqneziumun qarşısına 2 yazırıq. OH 2 dənə vardı, 2 dənə də buraya yazırıq. Hidrogenlərin sayına baxaq. Hidrogenlərin sayı da bərabərləşdi. Uşaqlar, məsələnin şərhini oxuyaq. Duzların nisbi molekul kütlələrinin azalma sırasını bizə verib. Ən yüksək nisbi molekul kütləsinə malik olan duz Z duzudur. Onda Z duzu maqnezium hidroortofosfat olar. Z duzu. Daha sonra deyir ki, Y duzu daha yüksək nisbi molekul kütləsinə malikdir. Y-də olar maqnezium hidroksoortofosfat, maqnezium hidroksosulfat. Ortofosfat dedim, üzrlü sahib. Daha sonra birdə də maqnezium sulfat, o da olacaq X duzu. İndi deyir ki, X duzu A mol H2SO4 ilə reaksiyaya daxil olanda X duzu əmələ gəlir. A mol H2SO4 ilə reaksiyaya daxil olmaq, onda 1 mol H2SO4 ilə reaksiyaya daxil olanda elə X duzu əmələ gəlir. Daha sonra burada bunun qarşısında 2 var, 2 mol yazmamışıq. 2-yə baxaq. Deyir ki, B mol H2SO4 ilə maqnezium OH2 reaksiyaya daxil olanda deməli Y duzu alınır. İndi 2 mol maqnezium OH2 1 mol H2SO4 ilə reaksiyaya daxil olur. 1 mol maqnezium OH2 neçə mol H2SO4 ilə reaksiyaya daxil olur? Tutaq ki, X də bərabərdir 0,5 mol. Deməli, B də bərabərdir 0,5. Cavabı tapdıq Y variantı. Əgər 0,5 mol H2SO4 1 mol maqnezium OH2 ilə reaksiyaya daxil olsa, Y duzunu, yəni əsasi duzu əmələ gətirər. Z də öz növbəsində 2-dir. Elə baxanda da görünür. 1 mol maqnezium OH2, 2 mol H2SO4 ilə reaksiyaya daxil olub, turş duzu əmələ gətirib. Cavab da Y variantı. 185-ci sual. Bizə deyir ki, biraz sualı keçildi, məsələyə tam aydın baxaq. 185-ci sual. Birinci reaksiyada deyir ki, yalnız normal duz, bir də əsasi duz alınsın, turş duz alınmasın. Onda H2SO4 olmayan bir variantı götürəcək. Çünki H2SO4 mütləq turş duz əmələ gətirəcək. 2 hidrogeni var. 3 olmayan variant ya 1-2 ya da 1-4 turşu və əsasın reaksiyasından. 1-2 reaksiyası yalnız normal duz əmələ gətirir. Turş duz əsasi duz əmələ gətirə bilmir. Ona görə 1 ilə 4-ün reaksiyasından həm normal duz alına bilər, 2 mol HNO3 götürsək, ya da 1 mol HNO3 ilə 2 mol mis OH2-ni reaksiyaya salarıq, əsası duz alarıq. Ona görə birinciyə gedir elə 1-4, B, C, D variantları yanlışdır. Keçirik 2-yə. Deməli, yalnız normal duz əmələ gətirsin. 1 ilə 2 birləşəndə yalnız normal duz əmələ gətirir. Deməli, onun yəni digər duzları əmələ gətirə bilmir. Çünki biri bir əsaslı turşulu, digəri isə bir turşulu əsaslı. 1-2 cavab elə A variantı. Yenə 3-ə də baxaq. Deyir ki, 3-cü reaksiya hər üçün əmələ gətirə bilsin. 3 ilə 4 hər üçünü əmələ gətirə bilər. Həm əsasi duz, həm normal duz, həm də turş duz. Eyni sualı, yəni 186-ya da tətbiq edirik eyni üsulu. Yalnız normal duz əmələ gətirən 2-dir. Onda 2-yə gedəcək. Elə birdən başlayaq. Normal duz və əsasi duz əmələ gətirir. 1, bir də 4. Baxın, həm normal duz əmələ gətirə bilər, həm də əsasi duz əmələ gətirə bilər. 1-4 olan variantlar B, C, D variantları yanlışdır. Cavab ya A-dır, ya Y. 2 yalnız normal duz əmələ gətirir. Normal duz 1-2 əmələ gətirə bilər. Onda Y variantı doğru variantdır. 187-ci sual.
0,2 milyar H-xlor məhlulunun həcmini verir. Bizə 100-dən 400-ə qədər qiymətlər alır. 0,4 milyar natrium OH-da verir. Və deyir ki, qrafikləri kimi qarışdırılır. Doğru olmayan ifadələri müəyyən edin. Uşaqlar, əgər imtahanda bu tipdə sual düşübsə, imtahanda vaxt qazanmaq məqsədilə variantlara baxın. Görəcəksiniz ki, A və D variantında deyir ki, A variantında deyir Y nöqtəsində lakmus rəngini dəyişməz. D-də də deyir ki, Y nöqtəsində lakmus qırmızı rəngə boyanır. Deməli, bunlardan biri doğrudur, biri də yanlış. Yalnız Y nöqtəsində biz mühiti müəyyən eləməklə cavabı da tapa bilərik. Amma indi digər variantlar, əgər biz imtahanda hal-hazırda olmadığımıza görə, digər variantlar, yəni A-dan Y-yə qədər hansı variantların niyə doğru, niyə yanlış olduğunu gəlin yazıb müəyyən eləyək. İlk öncə başlayaq A variantına. Deyir ki, Y nöqtəsində lakmus rəngini dəyişməz. Y nöqtəsində 400 milli 0,2 molyar H-xlor var. Nə qədər natrium OH var? 200 milli natrium OH, 0,4 molyar natrium OH var. Natrium OH var. Baxaq, düz yazdıq. Bəli, düzdür. 400 milli 0,2 molyar nə deməkdir? Yəni 400 millidə x mol H-xlor var. 1000 millidə 0,2 mol H-xlor var. Gəlin bunu müəyyən eləyək. 0,2 x də bərabərdir 0,8 mol. 0,8 mol H-xlor var. Y-də Y bərabərdir yazaq bura ki, sonra çaşmayaq. 200 milli 0,4 molyar natrium OH. 200 millidə A mol natrium OH var. 1000 millidə isə 0,4 mol natrium OH var. Gəlin ixtisarlarımızı aparaq. A da bərabərdir 0,8 mol. 0,8 molda natrium OH var. Uşaqlar, diqqətlə indi baxın. 0,8 mol H-xlor, 0,8 molda natrium OH alınır. Düz deyil. Onda deməli bu mühit neytral mühitdir. Neytral mühitdə də lakmus rəngini dəyişməz. Deməli A variantı doğrudur və bizə doğru olmayan variantı istəyir. Ona görə də bu variantı götürmürük. Y nöqtəsində lakmus rəngini dəyişməzsə, onda cavab D variantı yanlış cavabdır. Çünki deyir ki, lakmus qırmızı rəngə boyanar. Lakmus qırmızı rəngə turş mühitdə boyanır. Mühit neytraldır. Cavabı tapdıq. İndi gəlin digər variantlara da baxaq. B variantına keçək. T bərabərdir. T nöqtəsindən danışır. T nöqtəsində 300 milli 0,2 molyar H-xlor var. Bir də H-xlor, bir də 100 milli 0,4 molyar natrium OH var. Bizə deyir ki, T nöqtəsində H müsbət ionlarının qatılığı 0,5 mol bölünsün litrdir. Uşaqlar, B variantda bizə nə deyir? H müsbət ionlarının qatılığı. Deməli, bizə burada gərək artıq qalsın ki, turşu. H müsbət ionlarının qatılığını tapaq. Axı turşu ilə qələvi reaksiyaya girəndə mühit neytral olur. Orada H müsbət ionu qalmır. Artıq qalan H müsbət ionlarının qatılığını tapmalıyıq. Gəlin nə qədər H müsbət ionu artıq qalır, ilk öncə onu hesablayaq. Ümumilikdə 300 milli məhlulla neçə mol H-xlor reaksiyaya gedir bilmirik. Yazırıq X. 1000 milli məhlulda 0,2 mol H-xlor olur. X də buradan bərabərdir. Sıfırlar ixtisar gedir. 0,6 mol. 0,6 mol H-xlor bu məhlulda var. Nə qədər natrium OH var onu müəyyən eləyək. 100 milli məhlulda A mol natrium OH olsun. 1000 milli məhlulda isə bizə verib ki 0,4 mol natrium OH vardır. İxtisarlarımızı aparaq. A da bərabərdir 0,04 mol. Yəni 0,4 mol natrium OH. Uşaqlar, 0,6 mol H-xlorumuz oldu. 0,4 molda natrium OH-umuz oldu. 0,4 mol natrium OH, 0,4 mol H-xlorla reaksiya daxil olar. 0,6 çıxılsın 0,4, 0,2 molda H-xlor artıq qalar. Onda reaksiyada nə qədər hidrogen ionu oldu? 0,2 mol H müsbət ionu oldu. Biz qatılığın düsturunu necə yazırıq uşaqlar? S, yəni qatılıq bərabərdir N bölünsün V. Deməli, N nədir burada? Tapacağımız ionun qatılığı nə qədərdir? 0,2 mol. Ümumi həcm nə qədərdir? Deməli, 100 milli natrium OH var məhlulda, 300 milli də H-xlor var, ümumilikdə 400 milli. Bunu da litrə çevirək 0,4 litr. Çünki bizə cavabı litrlə istəyir. Bu da bərabərdir. İxtisarlarımızı aparaq. 2 dənə 40, 2 bölünsün 40, 0,5 mol bölünsün litr. Məsələn, deməlidir ki, H müsbət ionlarının qatılığı 0,5 mol bölünsün litr doğrudur. Baxın.
B variantı doğrudur. Ona görə bu variantı götürmürük. Z nöqtəsində məhlula silisium əlavə edildikdə H2 qazı ayrılar. Gəlin Z nöqtəsinə baxaq. İlk öncə Z nöqtəsini burada qeyd edeyim. C variantı. Z bərabərdir 200 milli 0,2 molyar H-xlor. Bunu bölək. Və Z'də 300 milli 0,4 molyar natrium OH. Bax hələ, bəli, 300 milli və 200 milli. İndi bizə deyir ki, Z nöqtəsində məhlula silisium əlavə edildikdə H2 qazı çıxar. İlk öncə məhlulda reaksiyada nə alınır, onu müəyyən eləyək. Nə artıq qalır, daha doğrusu onu müəyyən eləyək. Baxın, H-xlor silisiumla reaksiyaya daxil olmur. Silisiumla reaksiyaya daxil olan natrium OH-dır və bu zamanda hidrogen qazını çıxardır. Biz hidrogenin alınma reaksiyalarında bunu öyrəndik. İndi uşaqlar, bizə lazımdır ki, bu məhlulda natrium OH əgər artıq qalsa, onda silisium əlavə edildikdə H2 qazı çıxar. Yox, əgər natrium OH artıq qalmasa, onda bu cavabda səhv hesab olunur. İndi Z-i müəyyən eləyək. Deməli, 200 milli məhlulda x mol H-xlor var. Normalda 1000 milli məhlulda isə nə qədər H-xlor olur? 0,2. İxtisarlarımızı aparaq. X-ə bərabərdir 0,4 mol H-xlorumuz var. İndi natrium OH-ın miqdarını müəyyən eləyək. 300 millidə A mol natrium OH var. 1000 millidə isə nə qədər natrium OH var? Müəyyən eləyək. Öz verib bizə 0,4 mol. İxtisarlarımızı aparaq. A da bərabərdir 0,12 mol natrium OH. Mən 0,12-dən 0,4-ü çıxanda 0,8 mol natrium OH artıq qalır. Natrium OH da özü silisiumla reaksiyaya daxil olur. Natrium OH üzərinə gəlinsin silisium reaksiya nəticəsində alınır. Natrium 2, silisium O3 üzərinə gəlinsin H2 hidrogen qazını çıxardır. C variantı doğrudur. Bu variantda götürmürük. Keçirik Y variantına. Gəlin Y variantını da elə buradan qeyd eləyək. Y variantında deyir ki, X nöqtəsində HO, yəni hidroksid ionlarının qatılığı 0,1 mol bölünsün litrdir. Y variantına baxırıq. Cavabı tapmışdıq onsuz da D variantı. X bərabərdir. Deməli, X-də 100 milli 0,2 molyar H-xlor, 100 milli də 0,4 molyar natrium OH var. Bunları müəyyən elədi. İndi 1 molunda nə qədər var? Yəni 1000 millilitrdə də olacaq 0,2 mol H-xlor. 1000 millilitrdə də olacaq. Daha doğrusu 1000 millilitrdə 0,4 moldursa, onda 0,4 molda natrium OH-umuz olacaq. 0,4 molda natrium OH. Bu zaman deməli 0,2 mol H-xlor 0,2 mol natrium OH da reaksiyaya daxil olacaq. 0,2 molda natrium OH artıq qalacaq. Hidrogen ionlarının OH ionlarının qatılığını müəyyən edin. Biz düsturu bayaq necə dedik? Qatılıq bərabərdir nü bölünsün və məhlulun ümumi həcmi 200 millidir. 100 üzərinə gəlsin 100 200 millidir. Ümumi natrium OH-ın artıq qalan OH ionlarının qatılığı isə 0,2 moldur. 200 millini indi litrə çeviririk. Bu da buradan bərabərdir 0,2 bölünsün 0,2 litr. İxtisar da gedəndə 0,1 mol bölünsün litr. Deməli, bu cavab da doğrudur. Ona görə də Y variantını da götürmürük. Cavab D variantı. 188-ci sual. Deyir ki, hansı reaksiyadan çöküntü alınmır? Birinci reaksiyaya baxaq. Natrium OH üzərinə gəlsin HNO3. Natrium NO3 üzərinə gəlinsin H2O alınır. Çöküntü alınmır. Bir doğrudur. Keçdik 2-ni oxumağa. Natrium OH üzərinə gəlsin mis xlor 2. Natrium xlor üzərinə gəlsin mis OH2. Çöküntü alınır. 2-ni götürmürük. 3-ə baxırıq. Reaksiya nəticəsində alır natrium 2 SO4 üzərinə gəlsin su. Çöküntü alınmır. 3-ü götürürük. 4-ə baxırıq. Natrium xlor üzərinə gəlsin su alınır. Yenə çöküntü alınmır. 4-ü götürürük. 5-ə baxırıq. Magnezium xlor 2 üzərinə gəlsin natrium OH. Natrium xlor üzərinə gəlsin magnezium OH2. Çöküntü alınır. Magnezium OH2 çöküntüdür. Ona görə də cavab 1, 3, 4. 189-cu sual. Hansı reaksiyadan qarışıq duz alınar? Kalsium 2 valentlidir. Kalsium OH2 birdən elə başlayaq.
2 mol H brom, kalsiyum brom 2 burada normal duzanlar, 1 doğru değil. 2'ye keçirik, yenə normal duzanlar, 2 də doğru değil. 3-də baxın, qarışıq duzanlar, 2-dən turşu qalxı birləşər, 4-də normal duz, 5-də yenə qarışıq duzanlar. 3, 5. Keçdik 190-cı suala. Hansı duzların parçalanmasından əsasi oksidlər alınır? Birinci, magnezium NO3 2 parçalananda magnezium oksid NO2 bir də su alınır. Magnezium oksid əsasi oksiddir, 1 doğrudur. 2. Sink oksid NO2 bir də su alınır. Sink oksid amfoter oksiddir. Qurğuşun 2 oksid amfoter oksiddir. Mis 2 oksid isə əsasi oksiddir. Cavab 1, 4. Keçdik 191-ci suala. Hansı duzların parçalanmasından turşu oksidləri alınır? NH4 karbonat parçalananda NH3 üzərinə gəlsin su, üzərinə gəlsin CO2 alınır. Bu zaman CO2 turşu oksididir. A və 1 doğrudur. 2-yə baxırıq. Sink NO3-ün parçalanmasından sink oksid NO2 bir də su, oksigen alınır. Su yox, oksigen. Turşu oksidi NO2 turşu oksiddir. Ona görə 2 də doğrudur. 3-ə baxırıq. NH4 2 xrom 2 O7, xrom 2 O3, N2 bir də su alınır. Burada turşu oksidi yaranmır. Natrium NO3-ün parçalanmasından natrium NO2 bir də oksigen alınır. Oksid alınmır. 192-ci sual. Sulfat turşusu və barium hidroksid reaksiyaya daxil olur. Hər ikisi sulfat turşusu H2SO4. Bir də barium hidroksid, barium OH2. Natrium karbonatla. Gəlin bir-bir maddələri yazalım. Natrium karbonat. Natrium karbonat sulfat turşusu ilə reaksiyaya daxil ola bilər, sıxışdırıb çıxardar. Barium hidroksid ilə reaksiyaya daxil olanda barium karbonat çöküntü və natrium hidroksid əmələ gəlir. Yəni bu reaksiya gedir. 1 doğrudur. Hər ikisi ilə reaksiyaya daxil olur. Keçdik 2-yə sink oksidlə. Sink oksid amfoter oksiddir. Yəni amfoter oksidlər əlbəttə ki, əsaslarla turşularla da əsaslarla da reaksiyaya daxil olur. H2SO4 ilə də reaksiyaya daxil olar. Həmçinin əsasla da reaksiyaya daxil olar. 2 də doğrudur. 3-ə keçirik. Mis 2 oksid. Mis 2 oksid. Mis 2 oksid əsasi oksiddir. Əsasi oksidlər əsaslarla reaksiyaya daxil olmur. Ona görə də 3 doğru deyil. Natrium hidroksid. Natrium hidroksid də əsasdır. Əsasla reaksiyaya daxil olmaz. 4 də doğru deyil. Alüminium hidroksid. Alüminium hidroksid amfoter əsasdır. Həm əsasların turşu ilə reaksiyaya daxil olar. 5 doğrudur. Keçirik 6-ya baxırıq. 6-da natrium sulfat. Natrium 2SO4 şəklində barium H2SO4 ilə barium 2SO4 çöküntüsünü əmələ gətirir. Ona görə də natrium sulfatla da hər ikisi reaksiyaya daxil olar. 193-cü sual. Alüminium oksid və sulfat turşusu ilə reaksiyaya daxil olan maddələr. Alüminium 2O3 bir də sulfat turşusu ilə H2SO4 reaksiyaya daxil olan maddələr. Natrium hidroksid. Alüminium 2O3 amfoter oksiddir. Amfoter oksidlər həm əsaslarla, həm də turşularla reaksiyaya daxil olur. Natrium hidroksid ilə reaksiyaya daxil olacaq. Əsaslarda turşularla reaksiyaya daxil olur. 1 doğrudur. 2-yə baxırıq. Kalium oksid. Kalium oksid deməli amfoter oksidinə, yəni alüminium 2O3 ilə reaksiyaya daxil olar. Kalium oksid özü əsasi oksid olduğu üçün turşu ilə də reaksiyaya daxil olar. 2 doğrudur. 3-ə baxırıq. Kalsium xlorid. Kalsium xlorid. Oksidlər duzlarla reaksiyaya daxil olmur. Yalnız silisium O2 və NO2 duzlarla reaksiyaya daxil olur. Ona görə bu reaksiya getmir. Dəmir alüminiumu sıxışdırıb çıxardanməz. Alüminiumdan zəif metaldır. Barium hidroksid. Barium hidroksid deməli amfoter xassəli olan oksidlə reaksiyaya daxil olar. Turşu ilə də reaksiyaya daxil olar. 1, 2, 5. 194-cü sual. SO3, H2SO4 qablarda maddələrin sxemə uyğun birbaşa ardıcıllıqla almaq üçün verilmiş maddələrdən hansılarından istifadə olunmur? SO3-ü H2SO4 duruya çevirmək üçün üzərinə su əlavə edirik. Yəni H2O-dan istifadə olundu. H2SO4-ü mis SO4-ə çevirmək üçün birbaşa misdən istifadə olunmur. Mis 2 oksiddən istifadə edilir. Bu zaman mis SO4 əmələ gəlir. Bundan da istifadə edildi. Mis SO4-ü mis xlorikə çevirmək üçün H-xlordan birbaşa istifadə etmək olmaz. Çünki xlorid turşusu SO4 turşusunu sıxışdırıb çıxarda bilməz. 4 də doğrudur, istifadə olunmur. Mis xlorikinin üzərinə natrium OH gələndə qələvi üzərinə gəlsin duzların reaksiyasına çöküntü alınmalıdır. Mis OH2 də çöküntü olduğu üçün bu reaksiyada gedir. Yəni 3-də istifadə olunur. Cavab 2, 4. Keçdik 195-ci suala. Kalium nitrat, ammonium nitrit, kalsium karbonat, ammonium nitrat. Sizin üçün nədir o? Parçalanma zamanı əmələ gələn qazlar. Kalium nitrat parçalananda, gəlin bir-bir parçalayaq bunu uşaqlar. Kalium nitratı parçalayaq. Kalium NO3 parçalanır. Kalium NO2 üzərinə gəlinsin oksigen. Ammonium nitrit NH4 NO2.
NH4 NO2 parçalananda N2 üzerine gelinsin su alınır. Kalsiyum karbonat parçalananda kalsiyum oksit üzerine gelinsin CO2 alınır. Sonra ammonyum nitrat NH4 NO3 parçalananda N2O üzerine gelinsin su alınır. N2O üzerine gelsin su alınır. Davam elə indi variantları oxuyaq. X və Z tərkibində azot var. Hani X nədir? Z. Əmələ parçalanması zamanı əmələ gələn qazlar. İlk öncə qazları dairəyə alaq. O2, N2, CO2, bir də N2O. X və Z-də, yəni X, Y, Z, T. X və Z-in tərkibinə azot daxildir. X və Z-in tərkibində azot yoxdur. Bir yanlışdır. T ilə Z reaksiyaya daxil olmur. T ilə Z. Baxaq hala. T, Z. Uşaqlar, T nədir? Duz əmələ gətirməyən oksiddir. Duz əmələ gətirməyən oksidlər nə əsaslarla, nə turşularla və s. reaksiyaya daxil olmurlar. Ona görə də T variantı 2 reaksiya daxil olmur, doğrudur. 3-ü oxuyuruq. Y şənləndirici qaz adlanır. Xeyr, şənləndirici qaz T'dir, N2O. 3 də yanlışdır. Keçdik 4-ü oxumağa. Z və T molyar kütlələri eynidir. Z ilə T, baxaq Z ilə T. N2O deməli karbon 12 üzərinə gəlsin 32 44, 28 üzərinə gəlsin 16 44. Doğrudur. Hər ikisi doğrudur. 4 də doğrudur. Ona görə də cavab 2 4. Keçdik 196-cı suala. Natrium nitrat parçalananda, parçalayaq uşaqlar, əmələ gələn qazları yaxından görək. Natrium NO3 parçalananda natrium NO2 üzərinə gəlinsin O2, X qazı oldu O2. Keçdik 2-yə. NH4 NO2 parçalananda N2 üzərinə gəlinsin su alınır. N2 oldu Y qazı. Keçirik 3-ə. Magnezium karbonat, magnezium CO3 parçalayanda magnezium oksid üzərinə gəlinsin CO2, CO2 qazı oldu Z. Sonra ammonium nitrat NH4 NO3 parçalananda olur, alınır N2O. Üstürəm N2O, bəli, bir də su. N2O, bir də su. İndi bir-bir variantları oxuyaq. X və Z ilə X, Z ilə reaksiyaya daxil olmur. X, Z ilə reaksiyaya daxil olmur. CO2, O2 olmur, bəli uşaqlar. Reaksiyaya getmir, bir doğrudur. Y və T tərkibində azot var. Y ilə T-nin tərkibində azot var, 2 də doğrudur. İndi davam edirik. Z və T-nin molyar kütlələri eynidir. Z də 44, T də 44. Doğrudur. Bayaq da elə bu sualdan işlədik. Y havadan ağırdır. Y havadan ağır deyil. 28 azot qazının əməri. 1, 2, 3 cavabları doğrudur. 197-ci sual. Hansı mərhələdə yalnız duzdan istifadə olunmuşdur? Uşaqlar, gəlin bir-bir yazaraq söylədim. Bir də mis xlor 2. Mis xlor 2 tutaq ki, X maddəsi turşudur. HNO3 ilə reaksiyaya daxil olur. Bu reaksiya getməyəcək. Niyə? Çünki reaksiya nəticəsində əgər baxın, xlorid turşusu da NO3 turşusu da eyni qüvvətliyə malik olan turşulardır. Yalnız bir şərt daxilində bunlar reaksiyaya daxil olur. O da reaksiya nəticəsində çöküntü alınarsa. Bir də reaksiyadan, yəni çöküntü olmamalıdır reaksiyaya girən maddələr. Reaksiya nəticəsində baxın çöküntü alınıb. Mis NO3 2 dəfə üzərinə gəlinsin H xlor. Burada çöküntü görürsüz, xeyr. NO3-lərin hamısı suda həll olur. H xlorda çöküntü deyil. Ona görə buradakı deməli X maddəsi turşu ola bilməz. Yalnız duz olmalıdır. 1 yalnız duzdur. 2-yə baxırıq. 2-də Y-in yerinə H2SO4 qoysam reaksiya gedər. SO4 NO3-dən qüvvətli turşudur. Ona görə də Y-in yerinə turşu qoya bilirik. 2-ni götürmürük. 3-ə baxırıq. SO4 ən qüvvətli turşu qalır. Yəni heç bir turşu sıxışdırıb çıxarda bilməz. İstir xlorid olsun, NO3 olsun. Ona görə də Z maddəsi yalnız duz ola bilər. 3 də yalnız duzdur. Cavab 1 3. 198-ci sual. Deyir H3PO4-dən müxtəlif mollarda kalium OH gələndə üzərinə müxtəlif duzlar alınır. Gəlin uşaqlar, bir-bir bu məsələdə yəni hansı duzlar alına bilər, onları müəyyən eləyək. H3PO4-ün üzərinə ilk öncə 3 mol kalium OH gələrəm. Kalium OH reaksiya nəticəsində alınar 3-ün 3-ə kalium 3 PO4 üzərinə gəlinsin 3 mol su. İndi 2-ni yazıram. H3PO4-ün üzərinə 2 mol kalium OH gələcəm. 2 mol kalium OH. Bu zaman alınacaq kalium H2PO4 kalium dihidroortofosfat üzərinə gəlinsin 2 mol da su. Sonra 3-cü H3PO4-ün üzərinə 1 mol kalium OH gələcəm. Bu reaksiya nəticəsində kalium 2H deməli hidroortofosfat üzərinə gəlinsin H2O.
İndi deyir ki, A mol, B mol və C mol kalium OH gəlir bu maddələri alacaq. Y-in molekulunda ion rabitələrinin sayı polyar kovalent rabitələrin sayına nisbəti 0,6 olarsa, Y-in duz olduğunu bilirik. Gəlin bu hər 3 duzda hesablayaq, əgər ion rabitələrin sayı kovalent rabitələrin sayına nisbəti 0,6 olan duzu müəyyən eləyək. İlk öncə ion rabitələrin sayı necə müəyyən olunur? İon rabitələrin sayı bərabərdir. Metal atomunun sayını valentliyinə vururuq. 3 dəfə 1 bərabərdir 3. Polyar kovalent rabitələrin sayını tapmaq üçünsə, ilk öncə ümumi rabitələrin sayını tapaq, daha sonra polyar kovalent rabitələri onlardan çıxarıq. İndi uşaqlar, ümumi rabitələrin sayını müəyyən eləyək. Ümumi rabitələrin sayı oksigenin valentliyini onun sayına vururuq. Ümumi rabitələrin sayı hər üçü üçün ümumi rabitələr bərabərdir. 4 dəfə 2 8. Hər üçündə 8 dənə rabitə var. Bir də ion rabitələrin sayı 3-dür. Onda kovalent rabitənin sayı da bərabər olar. 8 çıxılsın 3 5. 2-də ion rabitələrin sayı bərabərdir. Bir dəfə kalium, kaliumun indeksi 1-dir, elə 1-dir. Ümumi rabitə, kovalent rabitənin sayı da bərabərdir, 7. Sonra 3-ə baxırıq, ion rabitələrinin sayı bərabərdir, 2 dəfə 1, 2. Kovalent rabitələr bərabərdir. 8-dən 2 çıxanda 6 dənə də kovalent rabitəmiz var. Davam edirik. Sual nədir? Y molekulunda ion rabitələrinin sayının polyar kovalent rabitələrin sayına olan nisbəti 0,6-ya bərabərdir. 3 bölünsün 5 bərabərdir 0,6. Deməli, Y kalium 3PO4, yəni kalium ortofosfat duzu Y-dir. Y-i müəyyən elədi. Kalium ortofosfat, kalium 3PO4. İndi Y deməli 3 mol, deməli bizə burada 3 mol kalium OH lazım oldu. B də bərabərdir 3. B3 olan variantlar 1 doğru kimi görünür. Sonra B2'dir, B2'dir burada. B2'dir, 4'də doğrudur. Uşaqlar, B-nin yerinə mən 3 qoydum. İstəyir A-nın yerinə 1 qoyum, C-nin yerinə 2. İstəyir C-nin yerinə 1 qoyum, A-nın yerinə 2. Fərq eləmir. Yəni, reaksiyanın onsuz da doğru axışında gedəcək. H3PO4-ün üzərinə ilk öncə 1 mol kalium OH gəlib, kalium 2 HPO4. Kalium hidroortofosfat alarım. Daha sonra 2 mol yenə kalium OH gələrəm. Yenə kalium 2 kalium 3 PO4 alaram, Y-ə gəlib çıxaram. Yəni 1 ilə 4-ün hər ikisi doğru variantdır. Bizə burada əsas lazım olan B-ni müəyyən eləməkdir. B-ni müəyyən elədi, cavabı da özündən tapılmış oldu. Yəni çox rahat bir şəkildə. 199-cu sual. Hansı nisbi molekul kütləsi 34 olan H2X turşusu ilə Mr 199 Mr H2X bərabərdir 34. X də bərabərdir 32 qram. Turşusu ilə nisbi molekul kütləsi 74 olan əsasının reaksiyasından alınan normal duzun əsasının reaksiyasından. Y, dəqiqə buradan MR-ni yazaq əsasında. MR, Y, OH, 2 bərabərdir. Y üzərinə gəlinsin 34, bərabərdir 74. Y də bərabərdir 40. İndi bizə deyir ki, H2X üzərinə gəlinsin Y, OH, 2 reaksiyasından normal duz alınır. X necə valentlidir? 2 valentli. Y necə valentli? 2 valentli. Alınan normal duz elə XY şəklində olar. Üzərinə gəlinsin 2 mol da su çıxar. İndi XY-in ümumi MR nə qədər olacaq? X 32 ayrı, Y-inki də 40. 32 üzərinə gəlinsin 40, 72. Cavab da 72. Keçdik 200-cü suala. Ammonium nitrat, kalium manganat və kalsium karbonat duzlarının termiki kalium permanganat və kalsium karbonat duzlarının termiki parçalanması nəticəsində neçə müxtəlif qaz alınır? Uşaqlar, gəlin bu duzları elə termiki parçalayaq. NH4NO3 1. 200-cü sual. NH4NO3. NH4NO3 parçalananda N2O üzərinə gəlinsin su alınır. Keçdi 2-yə. Kalium permanganat. Kalium permanganat parçalananda kalium manganat mangan 4 oksid, bir də oksigen ayrılır. 2 yazaq bunun qarşısına. Reaksiya tənliyi əmsallaşdı. Son olaraq kalsium karbonatı parçalayaq. Kalsium karbonat parçalananda kalsium oksid üzərinə gəlinsin CO2. Reaksiya tənliyi əmsallaşdırmağa ehtiyac yoxdur. Duzların termiki parçalanması nəticəsində neçə müxtəlif qaz ayrılır? N2O alınır, oksigen alınır, bir də
CO2 alınır. Qısacası 3 müxtəlif qaz alınır. Cavab da 3. 201-ci sual. Su təmizləmə zavodunda cod suyu yumuşatmaq üçün natrium karbonatdan istifadə edilir. Natrium karbonatdan istifadə edilir. Bu proses zamanı suyun çoxluğunu təmin edən kalsium ionları karbonat ionları ilə birləşərək suda həll olmayan kalsium karbonat çöküntüsü əmələ gətirir. Zavod gündəlik olaraq 5 mol kalsium ionu olan suyu təmizləyərsə neçə qram natrium karbonat sərf olunar? Uşaqlar, natrium karbonatın üzərinə kalsium ionu ilə təsir edir. Kalsium ionu, yəni kalsiumun hər hansı bir duzunu götürək tutaq ki, kalsium xloriki nəticədə alınır. Kalsium karbonat, üzərinə gəlinsin natrium xlor. İstənilən bir duzunu götürə bilərdim kalsiumun. Yetər ki, kalsium ionu olsun da. Deyir ki, kalsium ionları birləşərək karbonat ionları ilə birləşir və suda həll olmayan kalsium karbonat əmələ gətirdi. Zavod gündəlik olaraq tərkibində 5 mol kalsium ionu olan suyu təmizləyərsə, tərkibində 5 mol kalsium bir gündə 5 mol kalsium ionu olan su təmizləyir. Neçə qram natrium karbonat sərf olunar? Deməli 1 mol natrium karbonat elə 1 mol kalsium karbonatlı suyu, kalsium ionlu olan suyu təmizləyir. 5 mol kalsium ionu olan suyu bir gündə x mol qramla istəyir. Yaxşı, x qram. Natrium karbonat neçə qramdır? Deməli buradan gəl hesablayaq. 23 vurulsun 2 46 üzərinə gəlinsin 12 üzərinə gəlinsin 48. Deməli 1 mol natrium karbonat 1 mol kalsium xloriki ionunu təmizləyə bilər. Kalsium karbonat əmələ gətirə bilər. X qramda 5 mol. X də bərabərdir 5 vurulsun. Yəni toplamanı aparaq. 48 üzərinə gəlsin 12 60 106. 5 dəfə 106 da 530. Deməli 530 qram natrium karbonat lazımdır ki, kalsium ionu sudan tam təmizlənsin. 202-ci sual. Aşpaz yeməkdə turşuluğunu Aşpaz yeməkdə turşuluğu artıran komponentlərdən olan sirkə turşusunu neytrallaşdırmaq üçün çay sodasından istifadə edir. Çay sodası sirkə turşusu ilə reaksiyaya girərək karbon qazı əmələ gətirir. Tamam. Yeməyə əlavə edilən çay sodasının kütləsi 8,4 qram olarsa, reaksiyadan əmələ gələn karbon qazının həcmini müəyyən edin. Uşaqlar, çay sodasının formulu natrium hidrokarbonat şəklindədir. Bizə deyir ki, CH3, COOH-lar reaksiyaya daxil olur və nəticədə alınır CH3, COO natrium üzərinə gəlinsin H2, CO3, bu da parçalanır. CO2 üzərinə gəlinsin H2 onu əmələ gətirir. Bax, neçə mol parçalanır? Natrium, bir də natrium getdi. Hidrogenlərdən biri gəlir, birləşir. Doğrudur. Mol nisbətləri doğrudur. Əmsallaşdırmağa ehtiyac yoxdur. Deyir 8,4 qram çay sodasının kütləsi 8,4 qram olarsa, reaksiyadan əmələ gələn karbon qazı. Uşaqlar, çay soda 8,4 qram çay sodası reaksiyaya girsə, nə qədər karbon qazı əmələ gəlir? X molla istəyir, litrlə əmələ gələn karbon qazının həcmini x litr karbon qazı əmələ gəlir. 1 mol çay sodası reaksiyaya daxil olsa, 1 mol çay sodasının kütləsi nə qədərdir? 24 üzərinə gəlsin 12 üzərinə gəlsin 48. Deməli 22,4 litr karbon qazı əmələ gələrdi. İndi x də buradan bərabərdir 22,4 vurulsun 8,4 bölünsün 84. Reaksiya ixtisar getdi 0,1 2,24. Deməli 2,24 litr CO2 əmələ gələr. 203-cü sual. Maqnezium üzərinə gəlsin mis-SO4 məhlulu. Baxaq, maqnezium üzərinə gəlsin mis-SO4 məhlulu. Nəticədə alınır maqnezium SO4 üzərinə gəlinsin mis. Deməli cədvələ diqqətlə baxın uşaqlar. Məhlulun kütləsi baxın 12 qram azalır. Məhlul mis SO4 idi, düz deyil? Məhlul olur, deməli maqnezium mis SO4 ilə reaksiyaya girir, misi çıxardır və özü məhlula keçir. Məhlul. Normalda baxın 24 qram maqnezium reaksiyaya daxil olanda məhlulun kütləsi nə qədər azalır? Maqnezium SO4-dən mis SO4-ün kütləsini çıxaq. Daha doğrusu mis SO4-dən maqnezium SO4-ün kütləsini çıxaq.
SO4'lər onsuz olduğu kimi qalır, çıxanda 0 eləyir. Mis özü 64-dür ayrı, maqneziumunki də 24. 40 qram. Deməli 24 qram maqnezium reaksiyaya daxil olanda məhlulun kütləsi 40 qram azalır. Məhlul mis SO4 halında maqnezium SO4 halına keçir. 40 qram azaldı. Bizə deyir ki, məhlulun kütləsi 12 qram azalıb. Qrafikə baxın, 12 qram məhlulun kütləsi azalıb. Neçə qram maqnezium reaksiyaya daxil olar? X qram maqnezium reaksiyaya daxil olar. X də bərabərdir. Deməli 4x sar gedir 3 dəfə, 7,2 qram. Keçdik 204-ə. Natrium nitrat, kalsium hidrokarbonat və dəmir 3 nitratın termiki parçalanmasından cəmi neçə müxtəlif mürəkkəb maddə alınır? 204-ə baxırıq. Natrium nitrat, natrium NO3 parçalananda natrium NO2 üzərinə gəlinsin O2 alınır. Sonra 2-yə keçirik. İkinci maddə hansı idi? Kalsium hidrokarbonat. Kalsium hidrokarbonat parçalananda, hidrokarbonatlar parçalananda karbonat duzu, üzərinə gəlsin CO2, bir də üzərinə gəlinsin H2O alınır. Son olaraq dəmir 3 nitratın parçalanmasından dəmir NO3 3 dəfə parçalananda dəmir 2O3 üzərinə gəlinsin NO2, üzərinə gəlinsin oksigen alınır. İndi parçalanmasından cəmi neçə müxtəlif mürəkkəb maddə alınır? Bir mürəkkəb maddə kalsium karbonat 2, CO2 2, su, NO2, bir də ferium 2O3. Neçə maddə alındı? 2, 4, 6. 6 dənə mürəkkəb maddə alındı. Oksigen mürəkkəb maddə deyil. Çaşdırmayın uşaqlar, bəsit maddədir. Cavab 6. 205-ci sual. Tərkibinə daxil olan maddələr H2S4 kalium OH, həcmi A milli, ikisinin də həcmi eynidir. Qatılığı 8 kalium OH-ın. Deməli, H2S4-ün qatılığı isə X-dir. Reaksiyadan normal duz alınır və hər iki maddə tam sərf olunarsa X-i hesablayın. Reaksiyadan normal duz alınır. Yaxşı, yazaq. Reaksiyanı yazaq ilk öncə 205. H2SO4 üzərinə gəlinsin kalium OH. Reaksiyadan normal duz alaq. Kalium 2SO4 üzərinə gəlinsin H2O. Deyir ki, normal duz alınır. Mol nisbətlərini bərabər eləyək. 2 mol kalium OH reaksiyaya daxil olar, 2 mol da su. Bizə deyir ki, deməli, kalium OH-ın qatılığı 8-ə bərabərdir. Qatılıq nəyə bərabərdir? Reaksiyaya daxil olan molun ümumi reaksiyanın həcminə olan nisbəti. Reaksiyanın həcmini də götürək V. Uşaqlar, bu məsələni həll edəndə bizə lazım olur həcm nisbəti. Həcm nisbəti elə mol nisbətinə bərabərdir uşaqlar. Yəni 22,4 litri bölür 22,4 litrə 1-ə bərabərdir. 22,4 litrə elə özü 1 moldur. 1 molun 1 mol nisbəti elə 1-ə bərabərdir. Yəni qısacası həcm nisbəti mol nisbətinə bərabər olur. İndi gəlin məsələni sadə bir şəkildə həll eləyək. Qatılığın düsturunu bayaq yazdıq. Qatılığı bizə verib kalium OH üçün 8. Həcmi bilmirik. Həcmi də bizə verib A. A milli, deməli kalium OH var. Nü bərabərdir sual. Nü də buradan bərabərdir 8A. Deməli 8A kalium OH-ın miqdarı 8A-dır. 8A deməli mol kalium OH reaksiyaya daxil olursa, onda 4A mol da H2SO4 reaksiyaya daxil olur. 4A mol kalium SO4 alınır, 8A mol da su alınır. Deməli molu tapdıq. Hansı mol nisbətində reaksiyaya daxil olublar? Davam edirik. Deyir ki, reaksiyadan sonra normal duz alındı. Hər iki maddə tam sərf olunarsa X-i hesablayın. X nədir? X H2SO4-ün qatılığıdır. H2SO4-ün məhludakı qatılığı X bərabərdir. Qatılıq bərabərdir. Biz H2SO4-ün molunu bilirik. 4A. Üstürəm. Biz H2SO4'ün neçə mol götürüldüyünü bilirik. 4A mol H2SO4 götürülüb. Ümumilikdə H2SO4'ün həcmi də A'dır. 4A'nın A'ya olan nisbəti 4-ə bərabərdir. Deməli, məhlulun qatılığını, məhlulda H2SO4'ün qatılığı 4-ə bərabərdir. 206-cı sual. XNH3 2 mənfi ionunu Z19 elementi ilə birləşmə ilə əmələ gətirdiyi duzun 1 molunda atomların mol sayını hesablayın. 206. X, Y3, 2 mənfi, Z19. Sıra nömrəsi 19. Gəlin ilk öncə bunun elektron formulunu açaq. 1s2, 2s2, 2p6, 3s2, 3p4. Yox, 3p4 yox. 10, 13p6, 4s1. Baxıda doğru açdıq. 10,
19. Bəli. 4s1. Deməli bu Z elementi bir valentli elementdir. Çünki 1A yarım qrupunda yerləşir. Z elementi oldu bir valentli element. Bir valentli elementin X, Y, 3 iyonu ilə əmələ gətirdiyi duzun formulu bu şəkildə olacaq. Z elementi Z 2 X, Y, 3. Çünki Z özü bir valentlidir. X, Y, 3 isə 2 valentlidir. Bu şəkildə formu olacaq. Deyir ki, deməli əmələ gətirdiyi duzun 1 molunda olan atomların sayı 2 üzərinə gəlsin 1, 3, 3 üzərinə gəlsin 3, 6. Cavab da 6-dır. 207-ci sual. Qarışığın tərkibini bizə verib. Natrium hidrokarbonat. Natrium hidrokarbonata deyir ki, deməli xlorid turşusu ilə təsir edirik. Alınır natrium xlor, üzərinə gəlinsin karbonat turşusu, o da parçalanır. H2O üzərinə gəlinsin CO2. Daha sonra magnezyum karbonat, üzərinə gəlinsin H xlor. Reaksiya nəticəsində alınır magnezyum xlor 2, üzərinə gəlinsin H2, yəni o üzərinə gəlinsin CO2. Karbonat turşusu alınır, o da parçalanır. İndi reaksiyaya girən maddələri bir-bir baxaq. H2 bu qədər. Reaksiyanın nə əsas? Deyir ki, qarışığın tamamilə sərf olunması lazım olan xlorid turşusu 3 mol. Baxın 3 mol ilə xlorid turşusu sərf olundu. Nə qarışığın kütləsini artırmaq lazımdır, nə də azalmaq. Deyir kütləsi hər iki duzun kütləsi bərabərdir. Deməli hər iki duzun kütləsi bərabərsə ilk öncə duzların kütlələrini müəyyən eləyək. Hər iki duz 84 qram. Deməli 1 mol hələ natrium hidrokarbonat, 1 mol da magnezyum karbonat götürsək, 3 mol xlorid turşusu bizə lazım olar. Deyir ki, natrium bizə nə istəyir? Natrium hidrokarbonatın, yəni kütləsini istəyir. 1 mol 84 qram. Cavab belədir 84. Keçdik 208-ci sual. Natrium OH və H3PO4 alınan duzun kütləsi. Gəlin uşaqlar, bir-bir məsələni həll eləyək. Deməli 8 qram 208-ci sual. 8 qram natrium OH-ı neçə moldur? 40 qram natrium OH 1 moldursa, 8 qram natrium OH-da x mol olar. X də bərabərdir 40-ı 8-ə böləndə 0,2 mol. 0,2 mol natrium OH. Neçə mol H3PO4? 9,8 qram H3PO4 özü ilə 1 mol H3PO4 98 qramdır. 0,1 molda H3PO4 var. H3PO4. Alınan X duzu. X də duzu da buradan bərabərdir. Necə alınır? İlk öncə alınmasını yazaq. 0,2 mol natrium OH. Üzərinə gəlirik. H3PO4. O da 0,1 mol H3PO4. Reaksiya nəticəsində 3 deməli 0,3 mol hidrogen, 0,2 mol OH olduğu üçün natrium 2 hidrogen 2 OH-ı götürəcək. 0,2 mol natrium hidroortofosfat. Natrium hidroortofosfat özü ekvivalentli olduğu üçün natrium 2 şəklində olur. İndi Y duzunu müəyyən eləyək. Y duzu da bərabərdir 0,1 mol. Bu zaman natrium OH reaksiyaya daxil olar. 0,1 mol H3PO4 ilə birlikdə və reaksiya nəticəsində alınacaq. Deməli 0,1 mol OH 0,1 mol hidrogeni götürəcək. 2 hidrogenimiz qalacaq. Natrium dihidroortofosfat. Bizə deyir ki, X və Y-in cəmi alınan duzun kütləsi. Uşaqlar 0,1 mol bir dənə duzun kütləsini müəyyən elədik. Reaksiya nəticəsində suyun bir də mol nisbətini müəyyən eləyək. Üzərinə gəlinsin su, üzərinə gəlinsin su. Neçə mol su çıxacaq? 0,1 mol su çıxacaq. 0,2 mol su da buradan çıxacaq. 0,2 mol su çıxanda natrium 2 OH 0,2 mol sayıları bərabər oldu uşaqlar. Neçə mol deməli 0,1 mol natrium hidroortofosfat alınacaq. Hələ 0,1 mol da natrium dihidroortofosfat alınacaq. İndi 0,1 mollarının bir-bir bunların kütlələrini müəyyən eləyək. 0,1 mol natrium 2HPO4, 0,1 mol da natrium H2PO4. Gəlin kütlələri müəyyən eləyək uşaqlar. 0,1 vurulsun 46, üzərinə gəlinsin 32, üzərinə gəlinsin 64. 0,1 vurulsun 25, üzərinə gəlinsin 31, üzərinə gəlinsin 64. Bərabərdir 0,1 vurulsun 46, o da 64, 110, 142. Həmçinin 0,1 vurulsun 25, o da 31. 25, o da 64, 89, 90, 120. 14,2, 12.
14,2 üzərinə gəlsin 12 də 26,2. Ümumilikdə 26,2 qram duz alınmışdı. X və Y-in cəmini tapdıq. Uşaqlar, məsələ biraz qəliz görünə bilər, əslində çox sadə həll olunur. İlk öncə natrium OH-ların mol nisbətlərini, mol saylarını tapırıq. 8 qram natrium OH 0,2 moldur. 4 qram da 0,1 moldur. Sonra uyğun olaraq turşu ilə reaksiya salıb alınan duzları müəyyən elədik. Alınan duzlara uyğun da onların kütlələrini müəyyən eləyə bildik. 209-cu sual. Qarışığın tərkibini bizə verib natrium SO4, natrium sulfat, bir də natrium karbonat. Sonra deyir ki, artıq miqdarda xlorid turşusu ilə reaksiyasından sonra duz qarışığının kütləsi 2,2 qram artıb. Əvvəl duz qarışığının kütləsi M idi, sonra 2,2 qram artıb. Gəlin indi ilk öncə reaksiyalarımızı yazaq. 209. Natrium 2SO4 üzərinə gəlsin H-xlor. Bu reaksiya getmir. Çünki xlorid turşusunun qalığı, daha doğrusu turşusu SO4 turşusunu sıxışdırıb çıxarda bilmir. Karbonat turşusuna reaksiyaya baxaq. Natrium 2CO3 üzərinə gəlinsin H-xlor. Reaksiya nəticəsində alınır natrium xlor. Üzərinə gəlinsin H2O. Üzərinə gəlinsin karbon qazı. 2 mol natrium xlor, 2 mol H-xlor. Reaksiyanı tapdıq. Deyir, ümumi qaz qarışığının kütləsi nə qədərdir? M qram. Deməli deyir ki, qaz qarışıqlarının duzlarının, daha doğrusu qarışıqda duzların kütlə payı omeqalar bir-birinə bərabərdir. Yəni 0,5 M natrium 2SO4-ün kütləsi odur. 0,5 M də natrium karbonatın kütləsidir ki, bunların qaz qarışığında olan kütlə payları bir-birinə bərabərdir. Uşaqlar, deməli 0,5 qram, 0,5 M natrium karbonat reaksiyaya daxil olanda duzun kütləsi deyir nə qədər artır? Duzun kütləsi olur, deməli ümumi duz qarışığının kütləsi nə qədər artır? M üzərinə ümumi duz qarışığının kütləsi M idi. Üstünə gəlsin, deməli reaksiyadan sonra M üzərinə gəlsin 2,2 oldu. Ümumi duz qarışığının kütləsi 2,2 qram artdı. Artım. 106 normalda isə 106 qram natrium karbonat reaksiyaya daxil olanda 2 mol natrium xlor əmələ gəlir. 80,5. 106 86,5-də 117 eləyir. 117-dən 106-nı çıxırıq, qaldı 11. Deməli normalda 106 qram natrium karbonat reaksiyaya daxil olanda 11 qram artım olur. Biz bayaq nə dedik? 0,5 M natrium karbonat reaksiyaya daxil olub və 2,2 qram duzda artım olub. İndi bu tənasibi həll eləyək. 0,2, 0,5 ilə 0,2 vergüllər getdi. M də bərabərdir. 212 bölünsün 5. M də bərabərdir. 42,4. Deməli, M-i müəyyən edin deyir. M-i də tapdıq. 42,4. 210-cu sual. X üzərinə gəlsin su, oksid üzərinə gəlinsin H2 alınır. Uşaqlar, deməli, orta aktiv metalların üzərinə su gələndə oksid üzərinə gəlinsin H2 alınır. Ona görə də 1-ə gedir B. Sonra X üzərinə gəlinsin H2, əsas üzərinə gəlinsin H2 alınır. Aktiv metallar su ilə reaksiyaya daxil olanda əsas üzərinə gəlinsin hidrogen qazı çıxardır. 2-yə getdi A, D. 3-ə də gedir, 2 dənə turşu alınır Y. Çünki xlorla reaksiyası suyun 2 dənə turşu əmələ gəlir. H-xlor, H-xlor O və yaxud da temperatur şəraitində apararıq. H-xlor, H-xlor O3. Qızıl heç bir yerə getmir. Çünki qızıl deməli pasiv metaldır. Su ilə reaksiyaya daxil olmur. 211-ci sual. Deməli, X üzərinə gəlsin duz, duz üzərinə gəlsin metal. Uşaqlar, 1-dən başlamıram. 1-i axırda sizə ətraflı şəkildə izah edəcəm. 2-dən başlayaq. Deyir, Y-in üzərinə H-xlor gəndə H2-ni çıxardır. Qızıl heç bir maddə ilə reaksiyaya daxil olmur. C variantını başdan atırıq. Natrium və kalsium. 2-yə gedir A, D. Çünki natriumun üzərinə H-xlor gəndə hidrogeni çıxarır, kalsium da çıxarır. Amma məsələn, mis hidrogen çıxarda bilməz. Hidrogendən sonra yerləşir. Brom da həmçinin. Bromla su reaksiyaya daxil olanda 2 dənə turşu əmələ gəlir. Xlorda olduğu kimi Y də getdi. İndi qaldı yalnız B. B də gedir 1-ə. İndi deyəcəksiniz ki, müəllim, bəs mis hidrogendən sonra yerləşən elementdir. Axı necə hidrogen, yəni hidrogendən sonra yerləşir deyə tutaq ki, natrium xlor duzdur da, X misdir. Duzun yerinə də qoyuruq natrium xlor. Bu reaksiya getməyəcək axı müəllim. Natrium xlor, yəni natrium misdən qabaqda yerləşir Beketov sırasında. Beketov natriumu sıxışdırıb çıxarda bilməz. Bəli, uşaqlar, doğrudur. Mis natriumu sıxışdırıb çıxarda bilməz. Birincisi, variantlara baxanda bizim əlimizdə heç bir variant qalmadı. Ya qızıl qalır, ya mis. Qızıl heç bir maddə ilə reaksiyaya daxil olmur, çox passivdir. Amma məsələn, duzun yerində natrium xlor yox, argentium xlor olsa, onda mis argentium xloru sıxışdırıb çıxarda bilər. Yəni gümüşü oradan çıxarda bilər. Uşaqlar, qələvi və qələvi torpaq metallar
duzları, məsələn, natrium mis xlorikini sıxışdırıb çıxardar. Amma mis xlorik əgər məhlulda olsa, onda natrium onu qətiyyən sıxışdırıb çıxarda bilməz. Bizə burada əslində məhlul sözü yazılmayıb, yazılmalı idi ki, biz bu reaksiyanın, yəni qələviləri X metalının yerinə qələviləri qoymamağımız üçün duzun altında burada məhlul yazmalı idilər. Məhlul. Çünki məhlulun tərkibində nə var? Maye yoxdur, yəni su yoxdur. Qələvi və qələvi torpaq metallar istər natrium olsun, istər kalsium olsun, suyu görən kimi birbaşa onlara reaksiyaya daxil olub hidroksidi qələvi əmələ gətirir. Sonra qələvi də duzla reaksiyaya daxil olanda tamam başqa bir maddə alınır. Burada əslində məhlul yazılmalı idi. Yox, əgər məhlul yazılmayıbsa, onda siz variantlarda baxın. Yəni qələvilər bildik ki, B-yə getdi, yəni 2-yə getdi. Brom da 3-ə getdi. Qızıl heç nə ilə reaksiyaya daxil olmur. 1-ə də gedir B. Yəni qısacası duzun yerinə argentium xlor olsa, X yəni mis argentium xloru duzundan sıxışdırıb çıxarda bilər. 212-ci sual. Deməli deyir ki, dəmir 2 bir maddələrin mol nisbətinə uyğun yazaq. 1. 1-ə ferium OH3 üzərinə gəlinsin 2 mol H xlor. Alınır ferium OH xlor 2 üzərinə gəlinsin 2 mol su. Keçdi 2-yə ferium OH3 üzərinə gəlinsin H xlor. Reaksiya nəticəsində alınır ferium OH2 xlor 2 xlor üzərinə gəlinsin su. Keçdi 3-ə ferium OH3 üzərinə gəlinsin 3 mol H xlor. Bu zamanda normal duz alınacaq. Ferium xlor 3 üzərinə gəlinsin 3 mol su. Deyir ki, reaksiya nəticəsində alınan maddələrin adlarını düzgün. 1-də alınır dəmir 3 hidroksu xlorid. 1-ə getdi B. 2-də alınır dəmir 3 dihidroksu xlorid. 2-yə getdi Y. 3-də də alınır dəmir 3 xlorid. 3-ə də gedir C. 213-cü sual. Reaksiyalarda alınan duzun tipini müəyyən edin. Uşaqlar, A variantından başlayaq. CO2 hansı turşunun anhidrididir? Karbonat turşunun H2, CO3. 2 hidrogen, 1 OH-ımız var A variantında. Bu zaman turş duzu alınacaq. 1-ə getdi A. Keçirik 2-yə. 2 OH-ımız, 2 dənə də hidrogenimiz var. 2 OH, 2 hidrogen normal duz alınacaq. 2-yə getdi B. Sonra 2 OH-ımız, 2 də hidrogenimiz var yenə. C də getdi normal duz alınacaq. Keçdi D variantına. 2 OH-ımız, 1 hidrogenimiz var. Bu zaman alınır əsasi duz D variantı. Y variantına da baxaq. 3 OH, 2 hidrogenimiz var. Yenə əsasi duz alınır. 1-ə A, 2-yə BC, 3-ə D-yə getdi. 214-cü sual yenə eyni tipdə sualdır. Natrium OH, bir də H2SO4. Bu zaman alınacaq turş duz. Çünki hidrogenlərin sayı daha çoxdur. A. Sonra natrium OH, kalium OH, bir də H2SO4. Bu zaman natrium kalium SO4 alınır. Yəni 2 qat duz alınır. Bu variant heç birinə getməyəcək. Davam edirəm C variantı ilə. Deməli 2 mol OH, 2 dənə OH, 1 hidrogen var. Deməli əsasi duz alınacaq. 1-ə getdi C. Sonra D variantına baxaq. 2 OH, 2 də hidrogenimiz var. Bu zaman alınacaq normal duz. 3-ə də getdi D. 4-ə baxaq. 1 mol mis OH xlor üzərinə gəlinsin H brom. Bu zaman hidrogen OH-ı götürəcək və mis xlor brom qarışıq duz alınacaq. Y variantı da heç bir varianta getmir. 215-ci sual. Reaksiyaların qrafikinə uyğunluğu müəyyən edin. Baş verən reaksiyalar axıra qədər getdiyini nəzərə alın. Gəlin uşaqlar, bir-bir bu maddələri parçalayaq. A variantından başlayaq. NH4 2 karbonat alınacaq. NH4 2 karbonat parçalananda NH3 üzərinə gəlinsin CO2 üzərinə gəlinsin su alınır. CO2 üzərinə gəlinsin su alınır. B variantına keçirəm. Natrium NO3 parçalananda natrium NO2 üzərinə gəlinsin O2 alınacaq. C variantı kalium karbonat. Uşaqlar, kalium karbonat qətiyyən parçalanmır. Kalium karbonat, kalium, natrium, kalium, rubidium, sezium karbonatlar parçalanmır. D variantına baxırıq. Kalsium karbonat parçalanır və reaksiya nəticəsində alınır kalsium oksid üzərinə gəlinsin CO2. Y variantına baxaq indi. NH4, NO3 parçalananda N2O üzərinə gəlinsin su alınır. N2 üzərinə gəlinsin su. İndi bir-bir maddələrə baxaq. Yəni daha doğrusu reaksiyadan alınan maddələrə baxaq.
Deyir ki, bir də bir bərk maddə olduğu kimi qalır. Yəni C variantı heç parçalanmır, olduğu kimi qaldı. Digər variantların hamısında qaz halında olan maddə alındığına görə onlar uçub gedəcək. Yəni bərk maddənin kütləsi azalacaq. 2-yə baxırıq. Bərk maddənin kütləsi azalır, amma bir qismi qalır da. Yəni bütün hamısı qaz alınmır. Bütün maddələr uçub getmir 3-dəki kimi. Baxaq B variantı. Bərk maddənin kütləsi biraz azaldı. Oksigen çıxdı, getdi, amma yerdə natrium NO2 qaldı. Daha sonra baxaq D variantına baxın uşaqlar. D variantında da həmçinin bərk maddənin kütləsi biraz azaldı. Daha sonra hamısı getmədi. Yəni CO2 daha doğrusu uçub getdi. Amma kalsium oksid bərk halında qaldı. B-də də ki, indi 3-ə deyir ki, bərk halda maddə qalmır. Baxın NH3 A variantına baxın. NH3 qazda uçub getdi. CO2 qazda uçub getdi. Suda məhluldur. Bərk halda olan maddə qalmadı. 3-ə getdi A. Bir də Y variantına da baxın. N2O da qazda uçub gedər. Suda məhluldur. Bərk halda deyil. A, Y. 3-ə də getdi. A, Y. Keçdik 216-cı suala. 1 mol H2SO4 ilə reaksiyaya daxil olan əsaslar, reaksiyadan alınan duzlar. Uşaqlar, gəlin bir-bir yazaq. X216. 1 mol H2SO4 üzərinə gəlinsin. Alüminium OH3. Reaksiyanın nəticəsində alınır alüminium hidroksu sulfat. Bir də 2 mol su. Eynisini kalsium OH2 üçün də yazaq. Üzərinə gəlinsin. Kalsium OH2. Reaksiya nəticəsində alınır. Kalsium SO4. Üzərinə gəlinsin. 2 mol H2O. 3-ə gedirik. H2SO4. Üzərinə gəlinsin. Kalium OH. Reaksiya nəticəsində alınır. Kalium 2SO4. Üzərinə gəlinsin. 1 mol su. Reaksiya nəticəsində alınır kalium hidro-SO4 üzərinə gəlinsin su. 1 mol su. İndi deyir ki, əsasların hər birindən 1 mol götürmüşsə X, Y, Z maddələrinin 1 molunda olan atomların sayını müəyyən edin. Uşaqlar, reaksiyadan alınan duzlar X, Y və Z. Deməli, 1 molunda olan atomların sayı X-də 1 molunda olan atomların sayı nə qədərdir? SO4-də 5, 6, 7, 8 dənə. Y-də 6 dənə. Z-də isə 4, 3, 7 dənə. Onda 1-ə gedir C, 8 dənə. 2-yə gedir A, 3-ə də gedir B. 217-ci sual. Məhlulda gedən reaksiyaları bizə verib. Mis-2 nitratı X elementi duzundan sıxışdırıb çıxardır. X-in nitrat duzundan da Y elementi onu sıxışdırıb çıxarda bilir. Y-in nitrat duzundan da Z elementi onu sıxışdırıb çıxarda bilir. Deməli, biz X, Y, Z maddələrini aktivliyin artma sırası ilə düzməliyik ki, bu maddələr bir-birlərini sıxışdırıb çıxarda bilsinlər. İlk olaraq A variantını atırıq. Çünki civə pasiv metaldır. Heç bir duzu, yəni metal duzundan sıxışdırıb çıxarda bilməz. Dəmir də orta aktiv metaldır, sink də orta aktiv metaldır, maqnezium da. Amma dəmir ən zəif orta aktiv metaldır digər metallara nisbətən. Ona görə də ilk öncə X-in yerinə qoyarıq dəmir C variantı. Dəmir misi nitrat duzundan sıxışdırıb çıxardacaq. Alınacaq X dəmir nitrat. Dəmir nitratı da deməli sink maqneziuma nisbətən daha zəifdir. Ona görə də 2-yə getdi B. Sink də götürüb dəmiri çıxardacaq duzundan və sink Y olacaq sink nitrat Z maddəsi. Z maddəsi olacaq maqnezium. Maqnezium digər dəmirlə sinkə nisbətən daha qüvvətli orta aktiv metaldır. Ona görə də maqnezium da sinki sıxışdırıb çıxardacaq. Uşaqlar, indi siz sual verə bilərsiniz ki, müəllim, kalsium da qüvvətli metaldır da. Biz onu Z-in yerinə qoya bilərik. O da maqneziumu sıxışdırıb çıxarda bilər də. Əlbəttə uşaqlar sıxışdırıb çıxarda bilər. Doğrudur, kalsiumu qoya bilərik. Amma kitabın arxasına kalsium cavabını götürməyiblər. Bilirsiniz niyə uşaqlar? Baxın, şərti oxuyun. Məhlulda. Yəni məhlulda kalsium nitratla reaksiyaya daxil ola bilməz. Daxil olar. Amma kalsium məhlul. Məhlul su deməkdir. Kalsium qələvi torpaq metaldır. Suyu görən kimi birbaşa onunla reaksiyaya daxil olub kalsium OH2, yəni kalsium hidroksidi əmələ gətirir. Onda bu zaman kalsium bu duzla, yəni maqnezium NO3 2 ilə, yəni maqnezium nitratla reaksiyaya daxil olmur. Kalsium hidroksid reaksiyaya daxil olur. Çünki kalsium suyu görən kimi birbaşa su ilə girəcək. Sonra kalsium hidroksid duzuna reaksiyaya girəcək. Orada da əlbəttə ki reaksiya fərqli cürə gedəcək. Yəni məhlulda kalsium yəni maqnezium NO3 ilə reaksiyaya daxil olmur. Kalsium daxil olmur. Kalsium OH2 daxil olur. Ona görə də D variantını götürə bilmərik. Çünki məhlulda bu reaksiya getmir. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər.
Bugün sizlərlə duzlar bölməsini bitirdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun. Sağ olun.